Ümumiyyətlə, kompüter proqramlarının öyrənilməsinin ən əsas yolu təcrübədir. Elektron cədvəllərin yaradılması üçün nəzərdə tutulmuş proqram olan Microsoft Excel 2010 proqramının komponentlərini öyrənmək üçün praktik şəkildə cədvəllərin yaradılmasına baxacağıq. Proqramın istifadəsi zamanı isə mətnin daxil edilməsi, onun redaktəsi, yaddaşa verilməsi və açılması, şrift və simvolların format edilməsi, sənədə cədvəllərin, şəkil və rəsm fraqmentlərinin əlavəsi, hazır sənədin e-mail vasitəsilə göndərilməsi və nəhayət hazır olan sənədin çapa verilməsi kimi əməliyyatları öyrənəcəyik. Bu əməliyyatları lazımi qaydada mənimsədikdən sonra siz çox çətin struktura və mürəkkəb formulalarla təchiz olunmuş cədvəllər hazırlaya biləcəksiniz. Microsoft Excel 2010 proqramını işə saldığımızda avtomatik blank workbook şablonu əsasında iş kitabı yaradılır. Bu, üzərində nə mətin, nə qrafik obyektlər, nə də cədvəl olan adi iş kitabıdır. Yəni sadə ağ vərəq kimi. İstifadəçi dərhal sənədin hazırlanması əməliyyatına başlaya bilər. Cədvəli yaradıb, formullar daxil edə bilər. Excel proqramında istənilən sənəd şablon əsasında yaradılır və istifadəçilər Excel proqramının daxilində olan şablonlardan da istifadə edə bilərlər. Və ya özləri də sonradan müəyyən məqsədlər üçün şablonlar hazırlaya bilərlər. Şablonlar adi sənəddən XLT, XLTX, XLTM fayl genişlənmələri ilə fərqlənirlər. Excel 2010 proqramında istənilən məqsədlər üçün şablonlar mövcuddur. Bu şablonlar fayl bölməsində New Alt bölməsində yerləşir. Əgər boş iş kitabı yaratmaq istəsəniz, Blank Workbook şablonunu seçin. Sonra isə Create düyməsinə basın. Nəticədə yeni iş kitabı yaradılacaqdır. Excel proqramı bizə eyni anda bir neçə sənəd üzərində işləmək imkanı verir. Qeyd edim ki, Blank Workbook şablonu əsasında sənəd yaratmaq üçün qısa yoldan da istifadə edə bilərsiniz. Yetər ki, Ctrl-N düyməsinə basasınız. Bu metodun çatışmayan cəhəti şablonların seçilməsi imkanının olmamasıdır.